möhlət verdikdən sonra yaxalayırsa, o qula qaçış yolu yoxdur, qurtuluş yolu yoxdur. Allah qorusun. Çünki Allah sənə nə qədər belə deyək, möhlət verdi, nə qədər vaxt verdi, nə qədər haqqa çağırdı, nə qədər səninlə gözəl müamilə elədi və sən dərhal cəzalandırmadı. Və qeyd etdiyiniz kimi bu dünyada yəni normal qaydalara görə insan günah edərkən dərhal cəzalanır. Bəli. Əgər dərhal cəzalanmasa, rəhm edilsə, onlara qarşı lütf edilsə, görərsən ki, bəlkə də çox, yəni beləlikdə daha da çox günah edərlər. Amma alimlər Rəbb olan Allah yəni rəhm olduğuna görə, lətif olduğuna görə, həlim olduğuna görə qullarını dərhal cəzalandırmır. Onlara möhlət verir. Sonra Amid müəllim həmçinin də Allah Azza və Cəllə yəni bu belə deyək, bunların tövbələrini də qəbul edir. Necə ki, məşhur hədisdə Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, Allah gecə əlini açır ki, gündüz günah edənlərin tövbəsini qəbul etsin. Gündüz əlini açır ki, gecə Subhanallah. günah edənlərin tövbəsini qəbul etsin. Allah qullarının bağışlanmasını istəyir. İstəyir ki, onları bağışlasın. Bəli. Tövbə qapısı